Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə çox ləzzətli salat resepti paylaşıram. 200 qram qaynadılmış toyuğun sinə ətini bu formada hissələrə ayırıram. 1 ədəd qırmızı soğanı nazik uzunca formada doğrayıram. Yarım dəstə keşnişi xırda-xırda doğrayıram. Qaba 200 qram qaynadılmış lobya, 1 ədəd nar və hazırladığım digər ərzaqları əlavə edirəm. Üzərinə zövqə görə duz istiyor səpib mayonez əlavə edib qarışdırıram. Az ərzaqla hazırlanan çox ləzzətli salat reseptidir. Hazırlayacaq olan hər kəsə nuş olsun. Videonu bəyəndinizsə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.